Geldik buna. İndi burada ne var? Bak burada da bir güzelliği var. Gəlin bu düsturu ispat edeyim. Deməli burada AB ilə BS eynidir. Bak bunlar eynidir. Sonra hündürlüklərdən danışır. Bir dənə də hündürlüyü burada gizləndi. Bak YD də perpendikulyardır AD'dir. Bak bu da buna perpendikulyardır. Bak 3 dənə burada hündürlüyü var. Y təpəsindən çək. Bu da belə bir Y çıxıb çölə də. Fikir verin, Y ortada deyil. Bunun BS-nin içində deyil də, yəni üzərində deyil. Hardadır? Qırağındadır. Çölə çıxıb. Görəsən indi necə qayda olacaq? Yəni bu gəlsəydi, burada olsaydı bayaq gördük. Gördük ki, bu ikisinin nə idi? Cəmi idi. İndi görəsən necədir? Bax bu maraqlıdır. İndi bu kitabda bunun üçün düsturu verib, təbii ki, ispat verməyib. Mən sizin ispat verəcəm. Müəllimlər, isbatın bir sözü əladır. Çünki isbatın bir şeyini biliriksə, bu bizi həyəcanlandırmır. Daha necə düşür, düşsün. Mən sizə bayaqları bir söz dedim. Dedim ki, hündürlük anlayışı mənim ağlıma sahanı gətirir. Deməli, mən də burada sahələrdən gedəcəm. Amma bu üçbucağın bir hündürlüyü var. Deməli, mən bunu birləşdirirəm ki, orada bir üçbucaq görüm, onun hündürlüyünü görüm. Anladınız? İndi diqqətli olun. Baxın, çox gözəl bir qaydası üçün deyirəm. Bir üsul deyirəm. Biz bu üçbucağa fokuslanırıq. Bu üçbucağa. Bu üçbucaq, yəni sahəsini yazıram. S, Y, A, S'dir. O üçbucaq iki dənə üçbucaqdan ibarətdir. Biri, bax, buradır. Biri buradır. Yəni yazıram. S, Y, A, B'dir. Biri də buradır. Bizim adı bizim lazım olan öz üçbucağımızdır. ABC üçbucağımız. Biri də buradır. Üstə gəl S, A, B, S'dir. İndi saha qaydalarını yazıram. Hamısının üçün yan tərəfə uyğun qayda yazacağam. Bax, YAS, yəni bir top böyük üçbucaq. Onun sahəsini mən necə tapardım bura desəydim? A vurulsun hündürlüyü. Hündürlüyü də YF-dir. Bölünsün 2. Düzdürmü? Bu bərabərdir. AYB. İndi AYB-də diqqətli olun. AYB dediyim bu üçbucaq, bu üçbucaq, körbucaqlı üçbucaqdır. Və bu körbucaqlı üçbucağın iti bucaq təpəsindən çəkilən hündürlüyü çölə düşüb. Yəni bu 7 də bunun üçün bu dəqiqə hündürlüyüdür. Onda onun sahəsi necə olardı? Bayaq için burada izah elədim. Bax, belə bir üçbucağın sahəsi necə olurdu? Tərəf vur çöldəki hündürlüyü bölünsün 2. Onda bunun da sahəsini mən yazanda bu dəfə bunun tərəfi, baxın, qalınlaşdırıram bunu. Bunun tərəfi bu tərəfi qalınlaşdırıram. Fikir verin, baba budur bunun tərəfi. Bəs hündürlüyü nədir? Budur. Görürsünüzmü? Onda o sahəni necə yazaram? Yenə, bax, bu axı AB elə A-da axı, bərabər yanlıdır axı. Onda onu yazacağım, A vurulsun GD bölünsün 2. Sonra plus ABC. Bəs ABC də bizim öz üçbucağımızdır. Onda sahəsi nədir? Tərəf vurulsun hündürlük bölünsün 2. Gördünüz? İndi hər tərəfi A bölünsün 2-yə bölsəm, alıram belə bir şey. Onda bizə lazım olan BH-dir. Onda BH-ımız bu dəfə nəyə bərabər olur? YF-dən. Bax, YF buradır. YF-dən. Çıxıram YD-ni. Yəni bu dəfə cəm olmadı. Bu dəfə fərq oldu. Böyükdən balacanı çıxdım. Bax belə. Və bu çox gözəl isbatdır. Hələ bunu bucaqlarla da yazıb isbat eləmək olar. Amma bu çox xoşuma gəldi. İndi nə edəcəyik? Nə verib bizə? YF. YF nə qədərdir? 12. 7 nə qədərdir? 5. Onda BH nə qədər olacaq? 12 çıx 5. Yəni bu dəfə fərq olur. Bildiniz? Bəli, bəli. Bax, bu ispat kimi də gələ bilər. Digər ispat edin.